Salam, mən Ramil Abbasov, 20 yanvar Superstore mağaza müdürü. Hal-hazırda əməkdaşlarımı səbətlərindən tanıyacağım. Elza da ola bilər, kassir Elza xanım. Həm ailəni düşünüb, evi düşünüb, mami üçün kofedə düşünüb burada, həm özü üçün bir abur-cubur da düşünüb. Mənim fikrimcə Elza. Bəli, müəllim, doğrudur. Növbəti səbətimizdəki məhsullara baxıram, yenə də oxşar bir məhsullardır. Burada ailəni düşünüb, kimsə sayal və özü də çox ehtimal şirini həvəskarıdır, mən belə başa düşürəm. Özü evdə olmayanda yoldaşı üçün tez bazar yeməkdən ötürü bunu da düşünüb. Bu ola bilər, çox ehtimal Əminə xanım. Bizim administrator Əminə xanımın da səbətini oxşaya bilir. Yanlış da ola bilər, amma mən Əminə xanım düşünürəm. Doğrudur, müəllim. Bu artıq bizim 3-cü səbətimizdir. Abur-cubur var şirniyyatdan, amma mənim diqqətimi çəkən gastronom məhsulları oldu. Mənim fikrimcə bizim əlçatmaz amalımızdır. Amalımızın, bu artıq 4-cü səbətimizdir. Bu tip məhsullardan mən alondur oxudum burada. Yanlışdır müəllim, biraz da düşünün. Hər bir insan kimi müdür də səhv edə bilər. Çox ehtimal Aydan xanım, kassirimiz Aydanın məhsullarına oxşayır. Doğrudur. Artıq 5-ci səbətimizdir. 5-ci səbətdə çox maraqlı məhsullar var. Uşaq yeməyindən və bunlardan hiss olunur ki, bu təzə ata olmuş Kənan bəydir. Administrator Kənan bəy. Onda fürsətdən istifadə edib təbrik edirik. Doğrudur, çox sağ olun. Artıq son səbətimiz gəldi. Son səbətimizdə 2 məhsul var ki, hətta belə 3 məhsul. Mən 3 məhsuldan insanı demək olar ki, 85% tanıdım. Yəni mən sizə deyirəm ki, bu 3 məhsul Alondra xanımın imzasıdır. Doğrudur müəllim. Mən öz işçilərimi yetəri qədər tanıdım. Siz də bizləri tanımaq istəyirsinizsə, Araz Live səhifəsini izləyin.